Azərbaycanla bağlı məsələlərin beynəlxalq arenalarda səslənməsi bugün dünyaya hansı mesajları ötürür? Çünki biz bu tribunadan işğal faktlarımızı açıqlayırdıq illər ərzində. Daha sonra da bu günləri sülh mesajlarını veririk, dövlətləri sülhə səsləyirik və s. və ilaxır. Buyurun. Dünən sentyabr ayının 25-də New York'da BMT-nin 80-ci BMT Baş Məclisinin 80-ci sessiyasında Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin çıxışı oldu. Və bu çıxışın mətni ilə tanış olduqdan sonra hər bir kəsin hesabən qənaəti ondan ibarətdir ki, strateji əhəmiyyətli mesajlar bu çıxışda öz əksini tapıb. Əvvəl onu qeyd edeyim ki, Cənab Prezident 2004-cü ildə də, 2010-cu ildə də, 2017-ci ildə də birbaşa həmin o BMT kürsüsündən çıxışlar edib və 2020-2021-ci illər pandemiya dövründə bir onlaynda o çıxışlar edib və xüsusi sessiyanın çağırılmasına da nail olub. Və özü də çıxışında ilk cümlələrdə belə bir fikir səsləndirdi ki, bəli, bu kürsüdə mən əvvəlki çıxışlarımda hər zaman Ermənistan-Azərbaycan qarşı təcavüzü, işğalçılıq siyasəti, onun ağır nəticələri, regionda yaranmış təhlükəsizlik böhranı, bu kimi məsələləri ön plana çəkirdim. Amma indi isə bu kürsüdən artıq bizim sülhə və qələbəyə apardığımız yoldan, yeni yaratdığımız tarixi reallıqlardan və eyni zamanda qarşıdakı o sülh prosesi və əldə edilmiş nəticələrdən, yəni pozitiv ruhlu məsələlərdən danışıram. Və siz Cənab Prezidentin çıxışını biz ayrı-ayrı hissələrə bölsək, birincisi bu qələbəyə, bu zəfəri aparan yola bir diqqət yetirdi və qeyd elədi ki, düz təxminən 28-30 il ərzində BMT, bax bu BMT-nin Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı 4 qətnamə qəbul etmişdi. Və həmin qətnamələrdə yazılmışdı ki, erməni silahlı qüvvələri dərhal tamamilə və qeyri-şərtsiz çıxarılmalıdır. Amma bu baş vermədi və Ermənistan görəndə ki, dünyanın ən böyük beynəlxalq universal təşkilatının belə çıxardığı qətnaməni saymamaq olar, belə olan vəziyyətdə bir arxayınçılıq sindromu formalaşdı. Və o qətnamələr icra vəziyyətinə biz gətirdik. Tarixi zəfərimizlə biz buna nail olduq. Eyni zamanda vurğuladı ki, bir ATƏT-in Minsk qrupu formalaşmışdı. Bu 1992-ci ildə və bu Minsk qrupunun mandatı nə idi? Bu münaqişəni həll etmək, ədalətli həll etmək, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həll etmək. Amma əslində isə bu münaqişəni dondurmaqla məşğul oldu. Onun heç bir münaqişənin həllinə dəstəyi olmadı. Əksinə, mane olan bir qüvvəyə çevrildi. Bax, biz vurğuladı ki, Vaşinqton danışıqlarında və tarixi Vaşinqton razılaşmalarında həm də Minsk qrupunun ləğvinə nail olduq və sentyabr ayının birindən artıq rəsmən o artıq mövcud deyil. Eyni zamanda Ermənistanın işğalçılıq siyasət nəticəsində bizim bütün şəhər və kəndlərimizin işğal bölgəsində tamamilə darmadağın edildiyini, dağıdıldığını, yerlə yeksan edildiyini, 65 məscidin məhv edildiyini Cənab Prezident beynəlxalq ictimaiyyətin nəzərinə çatdırdı və qeyd elədi ki, biz 2020-ci ildə noyabr ayında, noyabr ayının 10-da Ermənistan siyasi rəhbərliyinin kapitulyasiya haqqını imzalamağa məcbur etdik. Və bundan sonra artıq münasibətlərimizdə yeni reallıq yarandı və sizin də qeyd etdiyiniz kimi Azərbaycan sülh müqaviləsi ilə bağlı o 5 baza prinsipini ortaya qoydu. Biz, Cənab Prezident söylədi, müharibəni utduq, indi isə sülhü qazanmaq istəyirik və bu prinsiplərdə biz irəli sürmüşük və eyni zamanda vurğuladı ki, Vaşinqtonda Birləşmiş Ştatların prezidenti cənab Donald Trump'ın iştirakı və şahidliyi ilə biz Azərbaycan və Ermənistan Xaricilər Nazirliyinin sülh müqaviləsinin paraflanmasına nail olduq. Artıq bu çox ciddi addımdır. Eyni zamanda Birləşmiş Ştatlar prezidentinin imzası ilə də Ermənistan və Azərbaycan siyasi liderləri Ermənistan və Azərbaycan arasında birgə bəyanata imza atdılar.
Bu da çox mühüm bir sənəddir. Və bilirsiniz ki, ikitərəfli münasibətlərimizdə ən qəliz məsələlərdən biri bu 907-ci maddə idi. Bədnam 907-ci maddə. 1992-ci ilin oktyabrın 24-dən tətbiq olunmuşdu və ermənipərəst konqresmen Kerrinin yaratdığı, deməli, irəli sürdüyü bir layihə idi. O da qəbul olunmuşdu. Və Vaşinqton danışıqlarının nəticəsində 907-ci maddənin fəaliyyətinin dayandırılması ilə bağlı Birləşmiş Ştatların prezidenti Donald Trump strateji əhəmiyyətli addım atdı və orada bir çox mühüm bir cümlə var. Cənab prezident qeyd edir ki, Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfəni həm də nəzərə alıb, o qətnaməni, 907-ci bədnam qətnaməni qəbul edən ABŞ Konqresi onun ləğvi ilə də bağlı addım atsın. Bilirsiniz ki, Birləşmiş Ştatlar prezidentin bir il müddətinə, hər dəfə bir il müddətinə bu qətnamənin fəaliyyətini dayandıra bilir. Amma bunu qəbul edən konqres tamamilə ləğv üçün konqresdə 3-2 səs çoxluğu olmalı ki, o ləğv olsun. Və nəzərə alsaq ki, bugün respublikaçılar hər iki palatada üstünlük təşkil edir. Yəni belə bir şans var ki, konqres analoji addım atsın. Bunu da cənab prezident yeri gəlmişkən söylədi. Və sülh prosesi ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırdı. Bilirsiniz ki, BMT-nin 193 üzvü var. BMT Baş Məclisinə 193 dövlət təmsil olunur. Və onların liderlərinə xitaben də sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyini bir daha açıqladı və qeyd elədi ki, 2002-ci ilin oktyabr ayından ta 2025-ci ilin yayına qədər sülh danışıqları getməkdədir. Sülh danışıqları gedib daha doğrusu və bu danışıqların ən özəl cəhəti odur ki, vasitəçilərsizdir. İkimiz danışırıq. Azərbaycan prezidenti və eyni zamanda Ermənistan baş naziri, xarici işlər nazirlərimiz danışır və vasitəçilər olmadan aparılan danışıqlar nəticələr verir. Və bunun da beynəlxalq ictimaiyyətə çatdırdı ki, başqa dövlətlərin bu prosesə müdaxiləsi və vasitəçilik iddiası ilə çıxış etməsinə ehtiyac yoxdur. Və bu kontekstdə Birləşmiş Ştatlara da təşəkkürünü bildirdi ki, Birləşmiş Ştatlar burada ev sahibliyi eləyizdi, həm də bir qarant zonunda çıxış eləyizdi və həm də Birləşmiş Ştatların dünyadakı nüfuzu bu amillər çox həll edicidir ki, strateji əhəmiyyətli razılaşmalar əldə edildi.